günorta bəli, bəli. qurşağında olan verilişlər. Bu verilişlər cəmiyyəti pozmaqdan başqa heç bir işə yaramır. Hətta mən açıqcası bunu yenə deyirəm, kim üstünə alınırsa alınsın, ora çıxan ekspertlərin də ekspert olaraq deyək ki, müsbət fikirlə yanaşmır. Çox keyfiyyətli bir mütəxəssis ola bilərsən, amma ora çıxırsansa müəyyən nəyinsə xətrinə, mən buna qətiyyən müsbət baxmıram. İndi həmkar tənqidi də ictimai olaraq çox açıq bir şey də demək doğru deyil, amma mən buna doğru baxmıram. Çünki o verilişlər bu cəmiyyətin belini qırmaqdan başqa heç bir işə yaramır. O insanları ora çıxartmaq, o məhrəmiyyətləri ortalığa tökmək, kimlərinsə, bax, bir mesaj veririk. Mediaya çıxan insanlar, baxın, siz ağıllı insansınız, mənim dediyimi özünüzdə dəyərləndirirsiniz, analiz edirsiniz və bunu bir mənada özünüzə uyğun yoğurup bayaqki söhbət, özünüzə uyğun bir hala gətirirsiniz. Amma o verilişə baxan, təhsilsiz, cahil, nə bilim, bir çox periferik bölgələrdə yaşayan insanlar bizim kimi onu dəyərləndirmir axı. Filtri yoxdur, alır hər şeyi. Sabah da o insan uşaq yetişdirir, ailə yetişdirir. Sabah gənc bir xanımdırsa evlənir, ailə qurur, həyat yoldaşına münasibət yaradır. Nə gördü, nə götürdü, nə öyrəndi, nə tətbiq edəcək.